welcome back. Your teacher Günel Zade is here again. Today I am going to show you the difference between where to put bare infinitive, ing and verb with to after a group of verbs. So let's guys dive into without losing our time. Deməli əzizlərim, bugün mən sizə bəzi feillər var ki, hansı ki tələbələri çox çaşdırır. Nə vaxt ing qoymaq lazımdır, nə vaxt to və yaxud ki, nə vaxt bare infinitive, yəni tuzsuz feil qoymaq lazımdır. Bugün bunun dərinliklərinə inəcəyik və burada sadəcə onların, yəni bu tip to'nun, ing'nin və yaxud ki tuzsuz feilin qoyulmasının sadəcə bir səbəbi var, o da müxtəlif məna ifadə etmələridir. Ona görə də İngilis dili tamamilə mənaya bağlı bir dil olduğu üçün qarşı tərəf, yəni sizinlə ünsiyyət quran tərəf, siz ing ilə nəyisə verəndə, feili verəndə aktın nə olduğunu, hansı mənaya gəldiyini, to ilə də verəndə aktın hansı mənaya gəldiyini başa düşür. Hansı ki, məsəl üçün biz bu zaman başqa bir ifadədən istifadə edirik ki, hadisəyə tam ki yarı şahid olmuşuq və ya ki tamamilə şahid olmuşuq və sər və vaxt hansı ki indi biz dərinləməsini öyrənəcəyik. Ona görə də burada tamamilə məna rolunu oynayır. Gəlin indi isə baxaq. Deməli, remember, forget, stop və try sözlərindən sonra to və ing-nin gəlməsinin nə fərqi var? Əzizlərim, əgər to-nu qoyuruqsa, bu hal-hazırda nəysə etdiyimiz anlamına gəlir. Yəni current situation üçündür bu. Amma ing qoyuruqsa bu tamamilə current situation deyil də, yəni bəzi feillərdə keçmiş situasiyanı nəzərdə tutur, bəzi feillərdə isə ümumiyyətlə indi ilə bağlı bir prosedur deyil. Sadəcə o müəyyən bir məna ifadə etdiyi üçün bu elədir. İndi gəlin baxaq. Məsəl üçün remember'dan sonra to-nu niyə qoyuruq? Baxın, mən deyirəm ki, remember to turn off the light. Burada deyirəm ki, remember to turn off the light. Niyə görə to işlətdim burada, yəni to turn off? Bu deməkdir ki, hal-hazırda hər hansı bir akt baş verir və mən qarşı tərəfə bildirirəm ki, xatırla ha, yəni işığı söndürməlisən, bu mənaya gəlir. Amma bir var, ümumiyyətlə nəyisə xatırlamaq, artıq bu yadigar, yada salma, memorize aktı olduğu üçün biz artıq burada memoriya gedirik. Yəni nəyisə xatırlayırıq, nə vaxtsa nəyisə etmişik, onu xatırlayırıq, o anlama gəlir. Ona görə də burada ing-dən istifadə edirik. Məsəl üçün, I remember watching movie with my fiancé. I remember watching. Yəni mən xatırlayıram fiancémlə, yəni nişanlımla filmə baxdığımızı. Yəni sırf o anı memorize edir, yenidən yadına salır. Yəni tamamilə akt məsələləridir. Daha sonra forget'də də yine eyni şeydir. Biri var, hər hansısa bir aktı unudasan, biri var ki, hər hansısa bir aktı indi etməyi unudasan. Yəni mən burada desəydim ki, sanki don't forget, unutma, to turn off. Yəni eyni mənanı verir. Don't forget to turn off the light. Yəni deyirəm, neynəmə? Unutma. Bu hal-hazır current position üçündür. Amma ki ing ilə desəm, yəni desəm ki I forget watching movie with my fiancé, bu deməkdir ki mən unuduram o anı. Aydındır, yəni o an artıq mənim ağlımdan silinməyə başlayır. Aha, indi isə gəlin stopla try-ın fərqlərinə baxaq. Stop əgər biz hal-hazırda nəyisə etməyi dayandırırsa to-la işlədəcəyik. Məsəl üçün, mən biraz bundan qabaq kompüterdə işləyirdim və onu hal-hazırda video çəkdiyim üçün dayandırdım. Ona görə nə deyəcəm? I stop to work on my computer. Biri də var stop, dayan
dayandırmaq nə isə ümumiyyətlə dayandırmaq deməkdir. Yəni tutam ki, mən deyirəm ki, I stop teaching Azərbaycani language. Yəni bu aktın tamamilə sonlandığından söhbət gedir. Aydınmı? Bəlkə I stop creating videos on YouTube. Yəni bu da nədir? YouTube'da video yaratma aktıma son vermişəm deməkdir. İndi gəlin cümlədə baxaq. Try'da məsələ nədir? Try'dan sonra to'nun gəlməsi bir şeyə çalışmaq mənasına gəlir. Sırf burada çalışmaq anlamındadır. Məsəl üçün, mən deyirəm ki, mən ingilisini öyrənməyə çalışıram. Amma ing gəlirsə, burada artıq bir dənəmə var. Yəni bir şeyi yoxlama var. Yəni dənədim, yoxladım anlamına gəlir ing artırılanda. Yəni tam ki, mən deyirəm ki, mən ingilisini öyrənməyə dənədim, amma gördüm ki, mən onu öyrənə bilmirəm. I tried learning English, but I saw that I couldn't learn it. Amma desəm ki, mən ingilisini öyrənməyə çalışıram, çünki bu mənim gələcəyim üçün vacibdir, o zaman to feili akta keçir. Yəni, I try to learn English because it is so important for my future career. Ona görə də biz orada to'nu işlətdik. Gəlin indi yazılı formada baxaq. Yəni, I try learning English. I try learning English. Yəni, mən ingilisini öyrənməyi dəniyirəm. Sadəcə dəniyirəm. Olar, olar, olmaz, olmaz. Amma desəm, I try to learn English. Artıq burada nə isə dənəmək deyil də, nə isə həqiqətən etməyə çalışmaqdır. Yəni bu yoxlamaq, dənəmək mənasında, bu isə çalışmaq, cəhd göstərmək mənasında olur. Daha sonra gəlin watch, hear, notice, observe, see feillərinə baxaq. Bunlardan sonra isə ya tu'suz feil gələcək, ya ing gələcək. Ümumiyyətlə hamısı üçün ortaq cəhət nədir? Tu'suz feil gələndə bu o deməkdir ki, biz hadisəyə tamamilə şahid oluruq. Yəni, tamamilə nə isə görürəm, tamamilə nə isə izləyirəm, tamamilə nə isə eşidirəm, tamamilə nə isə fərqinə varıram və yaxud ki, tamamilə nə isə müşahidə edirəm. Amma ing ilə verirəmsə, mən nəyinsə yarısına şahid oluram, nəyinsə yarısını notice edirəm, observe edirəm və yaxud ki, qulaq asıram. İndi gəlin onlara baxaq, bu nümunələri indi sileyim və gəlin bunlara baxaq, indi nə demək istədiyini daha yaxşı anlayacaqsınız. Tutalım ki, indi gəlin bir dənə C ilə baxaq, aydınlaşacaq hər şey. Baxın, I see my friend teach English. Bu nə deməkdir? Bu deməkdir ki, baxın, mən burada deyirəm ki, mən dostumun ingilis dili keçdiyini görürəm. Burada mənim to işlətməməyimin səbəbi odur ki, hal-hazırda mənim dostum məndən bir yerdə sinifdə oturub və o mənim başdan ayağa ingilis dili keçdiyimə şahid olur. Amma deyəlim ki, yox, onu bu cür yox, bu tərz dedim. Teaching. Yəni, belə. Bu deməkdir ki, hal-hazırda mən dərsi izah edirəm və qapıdan gələn kimsə bir nəfər mənim dərs keçdiyimi görür. Yəni, o sadəcə prosesin müəyyən bir hissəsinin şahidi olur. Aydınmı? Yəni, mən dostumun dərs keçdiyini görürəm, ikisi də bu eyni tərcüməyə gəlir. Amma məna fərqi var. Yəni, bayaq mən onu sizə demək istədim ki, mən dostumun dərs keçdiyini qapıdan içəri girəndə gördüm ki, dərs keçir. Okey, amma ingilis üçün qapıdan içəri girəndə deməyə ehtiyac yoxdur. Deyə də bilər təbii, amma deməyə ehtiyac yoxdur. Çünki zaten ing-si var və bu onu göstərir ki, prosesə tam şahid deyil. Amma tutalım ki, mən deyirəm ki, mən dostumun dərs
keçdiyini gördüm. Çünki mən otaqdaydım. Bunu mən Azərbaycanca deyirəm, çünki buna mənim ehtiyacım var. Dəstəkləyici bir söz olmadığı, mən orada görmək prosesinin tam və yaxud da müəyyən bir qismini göstərim. Amma bir ingilis üçün bu tamamilə tuzsuz feildən asılıdır. Yəni tuzsuz feili qoyacaq və o eyni mənaya gələcək. Aha, indi gəlin nümunəyə baxaq. Baxın, görün nə yazmışıq. Xədicə, here's talking, verb to talk. Hal-hazırda Xədicə xanım burada oturub, siz onu görmürsünüz, amma burada oturub və mənim bütün danışığımı eşidir. Bu zaman tuzsuz feili istifadə edəcək. Yəni Xədicə, here's talk. Amma yox, tam qatada heç kim yoxdur. Və birdən Xədicə xanım görür ki, mən danışıram. O zaman ing feilini istifadə edəcəyik. Eyni şey watch, notice və observe feilləri içində ardıcıl olaraq keçərlidir. Gəlin baxaq. I watch my friend singing. Bəlkə sing. O deməkdir ki, watch nədir? İzləmək. Düzdürmü? Əgər mən mahnı oxuyuramsa hal-hazırda və dostum da mənim yanımdadırsa və bunu tamamilə görürsə, o zaman nə deyəcəm? I watch my friend sing. Amma yox, mən mahnı oxuyuram və birdən səsim evi bütün bürüyür. Və dostum gəlir görür ki, mən mahnı oxuyuram, yəni prosesin hamısına, bütünə şahid olmayıb. Ona nə deyəcəyik? I watch my friend singing. Bu mənaya gəlir. Daha sonra gəlin notice-ə baxaq. Notice nə deməkdir? Fərqinə varmaq deməkdir. I notice the student cheat. Bəlkə cheating. Okay. Bunun mənası nədir? Tam ki, burada deyirəm ki, mən görürəm ki, tələbə cahallıq edir, yəni köçürtmələr edir. Tam ki, mən izləndirəm. Bütün dərs boyu həmin tələbəni izləyirəm, gözüm ondadır və bütün ankəsiyini görürəm ki, o cheating edir. Düzdür, ona bunu bilindirmirəm. Amma ki, görürəm ki, yəni bütün cheating proseslərində ona şahid oluram. Amma yox, tutalım ki, mən başımı salmışam, aşağı işimi görürəm. Amma bu tələbə hələ də cheating etməyə davam edir. Sadəcə olaraq mən birdən başımı qaldıram və fərqinə varam ki, bu tələbə cheating edir. Ona görə nə istifadə edirəm? Cheating. Yəni ing-li feil. Yəni I noticed the student cheating. Bəlkə bu, yəni yarısına şahid olmaq deməkdir. Yəni bəlkə deyirəm I noticed the student cheat. Bu tamamilə tələbənin məni aldatdığına, imtahanda cheating elədiyini tamamilə gördüyümə işarə edir. Daha sonra observe-ə də baxaq. Observe müşahidə etmək deməkdir. Yenə də deyirəm ki, I observe, nəyə müşahidə edirəm? Tələbənin danışdığını deyəm. I observe the student talking və yaxud da ki, talk. Yenə də mən burada talking deyəndə, mən sadəcə birdən müşahidə etməyə başlamışam və tələbənin danışdığını görmüşəm. Olur, bəzən dərsdə heç nə olmur, birdən müəllim sənə deyir ki, danışma. Yəni, ancaq sənin danışdığını görür. Sadəcə birdən görür. Bəlkə də sən bütün dərs boyu danışmışsan, amma o bilməyib, sadəcə həmin an sənin danışdığını tutub. O zaman deyəcək talking. Amma yox, tam ki, yəni bu müəllim bütün dərs boyu sənin danışdığını görür. Bu nədir? Talk. Yəni, I observe the student talking deyəndə yarısına, yəni tamamilə şahid olmamışsan, bunu tamamilə müşahidə etməmişsən. Amma desək ki, I observe the student talk, okay, burada tamamilə sən tələbənin bütün dərs boyu danışdığını görmüşsən. Ümidvaram ki, bu video sizin üçün çox faydalı olar və ən azından sizə kömək olar ki, bir qrup feillərdən sonra nə zaman bare infinitiv, ing və yaxud da ki, sadəcə to feil qoymaq lazımdır. Özünüzə yaxşı baxın.